Bugündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır. APA xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq. Qeyd edək ki, əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-nədək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-nədək hər il 6 ay artırılmalıdır. Beləliklə 2021-ci il iyulun 1-nədək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-nədək qadınların da pensiya yaşı 65 il olacaq.